İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam etdirilir. Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə 13 nəfər, Aşağı Orataq kəndinə 21 ailə 108 nəfər, Heyvalı kəndinə 7 ailə 34 nəfər, Çapar kəndinə 4 ailə 17 nəfər, Həsənriz kəndinə 6 ailə 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə 131 nəfər yola salındı. Mən bu günləri qürur hissi ilə duyuram. Çünki bu günləri Cənab Prezidentimiz Müzəffər Ali Başkomandanlığının rəhbərliyi altında artıq biz demək olar ki köçürük Ağdərə rayonunun Orataq kəndinə və inanırıq ki bundan sonraki ömrümüz daha da gözəl olar. Çünki vətən gözəl şeydir. Hər bir insanda doğulduğu torpaq, yaşadığı ərazi onun üçün çox əzizdir. Mənim üçün də bu günləri o torpağa köçmək həqiqətən çox əzizdir, çox qürurludur. Nətər dərdim, o qədər mən sevinirəm ki, bir Azərbaycan vətəndaşı olmağımdan qürur duyuram. Çünki biz artıq həm azadıq, həm qəhrəman bir xalqıq. Yəni bizim Azərbaycan öz qəhrəmanlığını artıq sübut elədi. Bütün dünya sübut elədi. İndi biz Ağdərə rayonunun Aşağı Orataq kəndinə köçürük. Mən oradan çıxanda mənim 32 yaşım var idi. İndi 66 yaşım var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Allah prezidentimizi var eləsin. İndi biz öz vətənimizə qayıdırıq. 35 yaşında çıxmışam oradan. İndi 68 yaşım var. Mən o vətəni istəyirəm. Mən ancaq o vətənimi istəyirəm. Gedəm o vətənə. Şükür, şükür. Bu günə gələndə ağlaya-ağlaya gəlmişik. Amma indi şükür, gülə-gülə gedirik. Çox şükür. Qeyd edək ki, Ağdərə rayonunun Çıldıran, Aşağı Orataq, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Qarabağ